Buraxılışda 200-ü keçə bilməyən bir şagirdin blokda fürsəti, yəni şansı nə qədərdir? Ümumiyyətlə, bu şagird 300 baldan yuxarı blokda toplaya bilər, yoxsa yox? Videomuzun mövzusu budur. Buralarda bir yerdə üstəcək görürsə, üzərinə mübarək şirin parmağınızdan tık edin, bismillah getdik. Baxın, bir neçə qrup üzərindən nümunə verim. Məsələn, 3-cü qrupsan və sən tutaq ki, ingilis dilin zəif oxumusan, həmçinin 3-cü qrupların yaralı yeri riyaziyyat. Riyaziyyatla ulduzun barışmır, alınmır da sən 5 müəllim tutmuşsan, getmir ki, getmir. İndi məsələ nədir? Sən Azərbaycanın qəşəng yazmışsan, tutaq ki, 90 üstəgəl, 90 üzərində. İngilis dili səndə əvvəldən zəif olub, tutaq ki, yığmışsan 50 bal, riyaziyyatda ki, 30-40 bal, yəni güclə. Və beləliklə sən 200-ə çatmamısan və sənin blokda da az yığacağın deməkdir, yoxsa yox. Əlbəttə ki, məntiqli deyil. Birincisi blokda, yəni ingilis dili yoxdur, niyə sənə problem yaransın, həmçinin riyaziyyat yoxdur. Amma sənin sevdiyin nə var orada? Azərbaycan dili var. Azərbaycan dilində yaxşı, qəşəng hazırlaşarsansa, 150 baldan 120 balı oradan toplasan, təbii ki, 3-cü qrupa gedən bir şagird bilməlidir ki, onun tarix və ədəbiyyatı mükəmməl olmalıdır və ta 9-cu sinifdən bəri, əlbəttə ki, bu şagird tarix və ədəbiyyatın üzərinə düşür, vaxtıkən oxuyub yaxşı, həmin uşaq, bəli, blokda 300 keçir, hətta 350-ni belə keçə bilər. Ona mane ola bilən bir səbəb yoxdur. Həmçinin götürək, birinci qrupu, bu uşağın riyaziyyatı superdir, amma Azərbaycan da bu uşağa çatmayıb. Həmçinin ingilis dilinin heç arası olmayıb. Riyaziyyatda mükəmməl oxuyub. Riyaziyyat buradan mükəmməl oxuyubsa, deməli, blokdakı riyaziyyatda inşallah yazacaq. Riyaziyyatda oxuyan uşaqların adətən fizikasda deməli, yaxşı olur və həmçinin informatika və yaxud kimya seçəcəksə, orada da yaxşı olur. Eyni qayda ikinci qruplar üçün də keçərdir. Bəli, blokka hazırlaşan bir şagirdin təbii ki, coğrafiyası ikinci qrupdursa mükəmməl olmalıdır. Yəni, bütün bunlar bunu deyir ki, siz həvəsdən düşməyin. Həm bir neçə fənni, yəni sevmədiyiniz bir-iki fənni buradan qırağa qoymusunuz, həm də yəni artıq bir dəfə samballı bir imtahan görmüsünüz, ona görə təcrübəniz var. Bu baxımdan sizin üçün imkanlar çoxdur ki, blokda yaxşı bir bal toplayasınız. Son bir ay yarım bizlə hazırlaşıb, həftədə 2 dəfə, 3 dəfə samballı, keyfiyyətə testlərinə dərslər istəyirsinizsə, blok üzrə bütün fənlərdən bizə qoşulma imkanlarınız var. Qoşulmaq üçün 055 597 01 51-ə yazın və bizə qoşulun. İnşallah blok nəticənizə də təsir eləsin. Bu qədər, sağ olun.